Hörmətli izləyicilər, mən Elnur Rəsulov. Amarkes Global World şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksini nəzər salaq. Texniki analiz nöqteyi-nəzərindən yanaşsaq, hörmətli izləyicilər, bildiyimiz kimi 4 iyun tarixində əslində dollarda satış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması və qiymətlənmə səviyyənin altına bağlanması ilə dollar indeksdə satış siqnalı yaranmışdı və diqqət etsəniz, növbəti gündə dollar indeksi enişlə davam etdi. Lakin cümə günü dollar indeksi yüksəlişlə həmin günün birinci müqavimət səviyyəsini qırdı və onun üzərinə bağlanmış oldu. Bunun başqa səbəbi, hörmətli izləyicilər, bildiyimiz kimi cümə günü, keçən həftənin cümə günü Amerikadan əmək bazarı ilə bağlı göstəricilər açıqlanmış oldu. Ümumi işsizlik səviyyəsi 4,2% proqnoz edilirdi və 4,2% olaraq da açıqlanmış oldu. Yəni, ümumi işsizlik səviyyəsində hər hansı bir dəyişiklik olmadı. Lakin non-farm payrolls, yəni may ayı üçün qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı 126 min proqnoz edildi. Lakin nəticə 139 min olaraq açıqlandı və bu da bir mənada əmək bazarının sağlam olduğunu göstərmiş oldu və bu da dolların yüksəlməsi ilə nəticələnmiş oldu. Lakin, hörmətli izləyicilər, biz bir öncəki videomuzda da qeyd etmişdik ki, dollar indeksində ümumi fonda baxdıqda satış trendi daha dominantdır. Düzdür, əmək bazarı ilə bağlı göstəricilər məqbul sayılsa da, qənaətbəxş olsa da, biz eyni zamanda inflyasiya ilə bağlı göstəricilərə də diqqət yetirməliyik. Bu həftənin ən vacib xəbərlərindən birisi çərşənbə axşamı günü açıqlanacaq inflyasiya göstəriciləridir Amerikadan. Hansı ki, inflyasiyanın 2,5% olacağı proqnoz edilir. Əgər inflyasiyada hər hansı bir artım olarsa, federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı azala bilər və yaxud da ümumiyyətlə bunu bir müddət gecikdirə bilərlər ki, bu da dolların yüksəlməsini nəticələnə bilər. Lakin yox, əgər inflyasiya gözləniləndən aşağı olarsa, yəni 2,5%-dən aşağı olarsa, bu federal ehtiyatların faiz dərəcəsini aşağı salmaqla bağlı ehtimalları yüksəldə bilər və bu da dolların daha da düşüşünə səbəb ola bilər. Gün ərzində texniki analiz nöqteyi-nəzərindən nə qədər ki, dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 98,361 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altında bağlanmazsa, biz dollar indeksinin yuxarı yönlü qalxışın şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə avro-dollar valyuta cütlüyüdür. Diqqət etirsəniz, 5 iyun tarixində Avropa Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını elan etmiş oldu. Belə ki, faiz dərəcəsini 2,40-dan 2,15%-ə endirmiş oldu. Təbii bunun əsas səbəblərindən də birisi Avrozonada ümumiyyətlə inflyasiyanın da aşağı olması idi. Yəni 1,9 səviyyəsində olması idi inflyasiyanın. Və eyni zamanda avronun həddən artıq yüksəlməsi bir mənada Avrozona iqtisadiyyatının ixrac potensialına negativ təsir edir və Avropa Mərkəzi Bankı faiz dərəcəsini aşağı çəkmiş oldu. Buna baxmayaraq avro-dollar yüksəlsə də, lakin həmin anda sərt yönlü aşağı korreksiya etmiş oldu və yenə də həmin günün, yəni 5 iyun tarixində həmin günün birinci müqavimət səviyyəsinin altına bağlanmış oldu, diqqət etirsəniz və keçən həftənin cümə günündə avro-dollar valyuta cütlüyü həmin günün birinci dəstək səviyyəsini qırdı və onun altına bağlanmış oldu. Yəni bazarda satıcıların olduğu görünür hal-hazırda. Ümumiyyətlə uzun vədədə baxsaq, hörmətli izləyicilər, faiz dərəcəsi yüksək olan valyutalar, faiz dərəcəsi aşağı olan valyutalara nisbətdə uzun vədədə daha dəyərli olmağa və daha da yüksəlməyə meyil edirlər. Bu baxımdan hal-hazırda Amerikada faiz dərəcəsi yüksək, Avrozonada isə faiz dərəcəsi aşağı olduğuna görə bir mənada avro-dollar valyuta cütlüyünün olan yüksəlişin məhdud olacağını da qeyd eləmişdik. Bu gün ərzində texniki analiz nöqteyi-nəzərindən nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,14, 455 dollar səviyyəsini qırıb, yəni bu səviyyənin üzərində bağlanmazsa, biz avro-dollarda enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. Diqqət etsəniz, GBP-USD valyuta cütlüyüdə keçən cümə günü həmin günün birinci dəstək səviyyəsini qırdı və onun altına bağlanmış oldu. Əslində, bazarda satış siqnalının formalaşdığını biz müşahidə olduq. Bu gün ərzində də GBP-USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,35-712 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə enişin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz AUD-USD valyuta cütlüyüdür. Avstraliya dolları və Amerika dolları valyuta cütlüyünə diqqət etirsəniz, 2 iyun tarixində əslində alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsi qırılmışdı və hətta AUD-USD ikinci müqavimət səviyyəsinin belə üzərində bağlanmışdı. Və diqqət etsəniz, həmin tarixdən etibarən 1, 2, 3, 4 gündür və hətta bugün 5-ci gündür ki, artıq AUD-USD ancaq günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilib və bu gün ərzində də AUD-USD nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 0,64-760 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz Avstraliya dollarında yüksəlişin davam edəcəyini proqnoz edə bilərik.
Hörmətli izləyicilər, bir digər maliyyə qızıldır. Qızılda da diqqət etsəniz, texniki analiz nöqteyi nəzərindən 5-ci günü, yəni keçən həftənin cümə günü birinci dəstək səviyyəsi qırılmış oldu və qızılın qiyməti həmin səviyyənin altına bağlamış oldu. Bu əslində qızılda satış siqnalının formalaşdığını göstərir. Bu gün ərzində də qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3354 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Lakin hörmətli izləyicilər, bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi, qızılda olan hər aşağı yönlü korreksiyalar əslində alış üçün böyük fürsət yaratmış olur və biz ümumi fonda baxdıqda hal-hazırda qızılda dominant trend yüksəliş trendidir. Yəni qızılda əgər birinci müqavimət səviyyəsi qırılarsa növbəti günlər üzrə biz o zaman qızılda alış üçün belə deyək, pozisiyası aça bilərik. Lakin hələlik qızılda biz aşağı yönlü korreksiyanı gözləməliyik. Hörmətli izləyicilər, bir digər maliyyə S&P 500 indeksidir. S&P 500 indeksi əslində diqqət etirsəniz cümə günü yüksəlişlə bağlanmış oldu. Belə ki, həmin günün birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlamış oldu. Bunun başlıca səbəbi, hörmətli izləyicilər, Amerikada əmək bazarından gələn göstəricilərin proqnoz ediləndən daha yuxarı, daha müsbət olması idi ki, bu da bir mənada S&P 500 indeksini də yuxarı yönlü dəstəkləmiş oldu. Və gün ərzində nə qədər ki, S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 5949 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.